Mən hər şeydən əvvəl Səid Mətinpur adına komitə tərəfindən bugün burada gəlib iştirak edən xanım və bəylərdən təşəkkür edirəm. Çox sağ olun, gəldiniz. Xalqımızın ən acı, ancaq ən iftixar eləyəcək günündə bir araya gəldik. 22 may əslində bir gündə olunmuş bir hadisə deyildi. İllər boyu, uzun illərdir zülm altında, şovinizmin baskısı altında yaşamış bir xalqın haykırış günüydü. Bugün birdən-biri olmadı. Dünyanın heç bir yerində siyasi ictimai hərəkət durğun şəkildə bir gündə baş verməz. Bizdə də aynıdır. Bu diyalektikə də, elmə də aykırı bir sözdür. 22 may illər boyu zülmün nəticəsi idi. Azərbaycan Türk milləti bundan daha da öncə belə bir hərəkətlərin, belə bir qiyamın baş verəcəyini bizlərə anlatırdı. Çox çəkməmişdi. 22 maydan ta 3-4 ay öncəsi Xocalının il dönümü münasibəti ilə Təbrizdə çox bir şanlı hərəkət oldu. Xəlifəcəlinin önündə, erməni kilisəsinin önündə. Bir axşam, bir gecədə minlərlə insan ermənilərin kilisasının önünə toplaşanda sanki bir şeylərin olacağını xəbər verirdilər. Barnava başdan ayağa bağladı. Daş mağazadan tutmuş ta xəlifəcəlin ağzınacan, görənlərin dediyinə görə. Hətta rejimin adamlarının belə oradan geçməyə cürət eləmədiklərini, minlərlə insan ya Qarabağ, ya ölüm səslədilər. Ancaq nə gözəl ki, bu hərəkət başlamışdı və bu ihanət olduğu, bu tohinin olduğu gün xalqımız hiç dayanmadan daha öncədən qərarını vermişdi. Ya aşamaq olmayacaq, ya bunlara etiraz olunmalıdır. Və öyle də oldu. 22 may əslində Azərbaycan Milli Azadlıq Hərəkatında bir dönüm nöqtəsi oldu. Hər şey, çizgilər tam apaçıqcan deyildi. Şuarlar, verilən şuarlara diqqət edərsəniz 22 mayda zaten özündə bir ideolojik, bir stratejinin çəkildiği günüdür. Bu şuarların üzərində çoxlu durmalıyıq. O şuarlardan zaten dərs çıxartmalıyıq. O şuarlar bizim gələcəkdə hara gedəcəyimizi, Azərbaycan Türk millətinin harda olacağını göstərir. O şuarlara dünyanın harasında yaşayırıq, yaşamayaq. Onlara vəfadar qalmalıyıq. O istəkləri, o xalqımız bugün futbol meydanında da deyir. Diqqət eləyək, durub xalqımızın istəyini dəyişdirməyək. Təbriz, Bakı, Ankara, Faslar hara, mən hara. Bunu mən bu Stockholm'da demirəm. Bunu ta Təbrizdə, ta Urmuda, Zəncanda deyirlər. Bunu xaricdə oturub dəyişdirməyə qalxmayaq. O tay, bu tay bir olsun. Mərkəzi Təbriz olsun. Bunu kimsə biz burada xaricdən sadirat eləmirik, oraya göndərmirik. Oradakılar deyirlər, zülmün altındakılar deyirlər. Bizim də vəzifəmiz, xaricdə yaşayanların böyük vəzifəsi bundan ibarətdir ki, onlara uyub, onların fəryad səsini dünya ictimaiyyətinə çatdırmaq. Onlara müəllim lazım deyil, onlar özləri rəhbərliğin delirlər, müəllimlə filan delirlər. Bizim görəcəyimiz xaricdəki vəzifə onların zülmünü dünya ictimaiyyətinə çatdırmaq. Mən bir daha komitə adına hər tək-təkinizdən təşəkkür edirəm. Düzdür, milli vəzifəmizi yerinə gətirdik. Amma bu yağışlı havada gəldiyiniz üçün mən şəxsən minnətdaram. Çox sağ olun. Buyurun xanım, mikrofon.